Bir nəfər var idi, deyir, mən həmişə düşünürdüm ki, namazın insana xeyri var. Amma o xeyir mənə hələ şamil olmamışdı. Və bu ki, Allah Ənkəbut surəsində buyurur, İnnəs salətə tənha ənil fəhşai vəl münkər, namaz insanı pisliklərdən və çirkinliklərdən çəkindirir. Mən bütün günahlarıma rağmen namazı da bırakmırdım ki, bir gün namaz məni təmizləsin. Ki, nəticəsi də bu cür olur. Həmən şəxs bir dənə quldurbaşı idi. Quldurların başçısıydı. Günlərin bir günü Məşəd karvanlarının birini soyurlar. Məşəd yolunun üstündə olur bu yol kəsən. Məşəd karvanlarının birini soyurlar. Bir dənə də kişi olur, buna əmanət verirlər ki, Məşəddə verərsən filan kəsən. Bu kişinin öz mallarını alırlar heç, o buna verilən əmanəti də alırlar, əlindən oğurlar. Kişi düşür bunların dalıcan, deyir ki, qardaş, belə şey olmaz da öz mülkünü aldınız, ev yox, amma da əmanətə dəymezlər də, kişiliyiniz olsun. Deyirlər, bizlik deyil, gərək qədəşlə danışasın. Gəlirlər, götürürlər bunu qədəşin yanına. Çatırlar qədəşin xeyməsinə, çadırına, palatkasına. Deyirlər ki, gözlə. Deyir, niyə? Deyir, namaz qılır qədəş. Bir buna danışırlar, namaz qılır. Özü yol kəsənlərin başçısı. Qədəş də namaz deyirəm, daha sənə. 20 dəqiqə sübh namazı qutarmır. Şun təqibat filan qutarır, gəlir, girir içəri. Salam əleykum, əleykum salam. Bir şeyini eşidirəm, saqqal, nə istəyirsən? Deyir, belə, valla öz mülkünü aldılar, dinmədim, Kərbəla demiş ki, amma əmanətin yeri yoxdur da, bu əmanəti mən əfa verməliyəm. Filan məsələn, kisə əmanətdir, deyir, onu verin ona, qaytarırlar, deyir, yaxşı, sağ salamı, çıx get, bu da sənin əmanətin. Deyir, yox, bir söz soruşum, sorun. Deyir, buyur. Deyir, bu yol kəsməyin nədir, namaz qılmağın nədir? Bir-birinə uyğun olan məsələlər deyirlər. Həm namaz qılırsan, həm yol kəsirsən. O kişi deyir ki, mən eşitmişəm ki, namaz insanı pislikdən saxlayar. Namazı bıraxmıram ki, bir gün məni oğurluqdan saxlasın. Bir gün mənə tövbə eləməyə kömək olsun. Hələ-hələ də olur. O tərəf deyir, mən sonra maraqlandım ki, o gəlib Övliyaullahdan olur. Böyük şəxs olur. Baxın, hətta adi insanlara o böyüklərlə işimiz yoxdur. Böyüklər nə xeyirlər görüblər, işimiz yoxdur. Onlar ki, görüblər. Yəni, umumi kütlər. Adi insanlar, elə yoldan keçən, oğurluq eləyən filan. Bunlar da bəzən namaza əhəmiyyət verməklə o pis əməllərinə tövbə eləyiblər. Pis əməllərinə tövbə eləyiblər. Və bugün bu söz qəribə gəlməsin, sonra buna da vedrə qoşmasınlar. Oradan buradan kesib deyirlər ki, sonra filan kes belə dedi. Böyle Həzrəti Peyğəmbərin dövrünün Peyğəmbərə qoşulan səhabələrin çoxu yol kəsənlər idi, sonra tövbə eləmişdilər də. Elə deyil. İstisnai adamlar var idi. Həzrəti Əli ibn Əbi Talib əleyhissalam kimi ki, günahın nə olduğunu bilmirdi. Öyle hamısı paxmeldən ayrılıb gəlmişdi Peyğəmbərin yanına. Əksəriyyəti bu cür idi də. Real tarixdir bu. Bunu ki, mən demirəm. Bu ki, daha mühacirlə ənsarın evlənmək məsələsi deyil, bunu aparıb mətbuata çıxartsınlar. Səhabələr ki, var idi Həzrəti Resulullahın yanında, müəyyən günahlar ki, var idi, eləyirdilər də salamlar. Sonradan Allah inayət elədi, gəldilər, tövbə elədilər, oldular Peyğəmbər səhabəsindən. Odur ki, bəzən bu vacibatın arxasındakı o xeyirləri elə adam biraz səbr eləsə, bizdə biraz pis olur da. Baxın, ki, dünən dediyim söz ki var, bu mənim sözüm deyil, bugünün sözü deyil, dünənin sözü. Mən bunu çox eşitmişəm, mənim yaşımdan da qabaq. Biri namaz qılır, başına problem gələndə deyirlər, namaz qılmamışdan qabaq yaxşı idi, namaz qıldı, bəla gəldi. Bir söz niyə çətin olur? Məsələn, bir nəfər namaz qılmamışdan qabaq deyirlər, normal dolanırdı. İndi namaz qılır, dolana bilmir.
Halal harama riayət edir də bu nəzrə. Salam aleykum. Qabaqki kimi olsaydı nə var idi ki? Qabaqki kimi olsaydı nə var idi ki? Belə bu da elə ən imkanlısı sən namaz qılan idin. Məsələn, o durumda olsaydı. Amma indi o cür deyil da, suyu da öfür-öfür etirsən. Fikirləşirsən ki, bir gün bunların cavabını verəcəyəm ünvanında təbii ki, qazancığa təsir edəcəksən. Da sən istədiyin qədər qoymursan, o insafa riayət edirsən. İstədiyini alıb satmırsan, müəyyənlərə hədd qoyursan, müəyyənləri çıxardırsan siyahıdan, müəyyən adamları qabaq möhlət vermirdin, indi ürəyin biraz sızıldayır, biraz möhlət verirsən. Pulun da əlbə gec gəlir, elə bilirsən ki, Allah sənə qarqıb. Yox, əksinə, Allah sənə bir dənə pak yemək verir. Düzdür, mümkündür, çətindir. Mümkündür, biraz sıxıntısı var. Səbr istəyir, dözüm istəyir. Amma həqiqət budur ki, dəyişikliklər var, salam aleykum, gözəlliklər var burada. Odur ki, vacibatın arxasındakı o xeyirlər ki var. Məsələ budur, biz görmürük xeyrimizi. Və illa oruç tutmaqla, namaz qılmaqla bilirsiniz, haralara yüksəliblər. Bayaq dedimdə, bu adi adamlar gəlib Övliyaullah'a çönürlər. Bu Övliyaullah ki, taliyə tilbi məsumdular, heç günah eləməyiblər. Görün, onların məqamı nədir? Hamısını namaz veribdir onlara. Hamısını namaz... Şeyx Ənsarinin söhbətini bilirsiniz də, cin söhbəti. Şeyx Ənsari ki, da nəhəng idi də, çox nəhəng idi. Şeyx Ənsari, yəni onun dəfələrlə demişik, yenə də deyirik, çünki bizim İslamın fəxirləridirlər onlar. Bizim Şeyx Ənsariyə böyük deməyimiz onu böyütməz. Çünki mən öz adımdan deyirəm, mən Şeyx Ənsarinin qabağında ayaq tozda deyirəm. Və sair rəiyyət insanların onlara söz deməsi onun dəyərini artırmaz. Onun dəyəri bundadır ki, onun böyücü ona dəyər verən. Şeyx Ənsari gəlib bizə bərəkallah desə, bu bizim üçün fəzilətdir. Amma bizim Şeyx Ənsariyə bərəkallah demə şansımız yoxdur. İndi bir də budur ki, Şeyx Ənsarinin böyücü buna bərəkallah deyər. Dünyadan köçür İmam Zaman Aleyhisselam buyurur ki, İslamın sütunlarının biri də sındı. Şeyx Ənsarinin böyüklüyü budur. Ki, İmam Zaman bunu sütun kimi görür. Bizi üçün onsuz bu dağdır. Məsələ budur, imamın da dağ olsun. Bunu hər kişi bacarmayıb da. Yəni, imam üçün dağ olmaq hər oğula nəsib olmayıb. O oğullardan biri tarixdə Muxtarın əmisi Səiddir. İmam Həsən əleyhissalam deyir ki, atam Əmirəl-Müminin əleyhissalam Səid üçün deyərdi ki, Səid bizim sədd-i sədidimizdir. Yəni, keçilməz qalamızdır. Bu bizim müdafiə xəttimizdir. Əmirəl-Müminin bir dənə kişiyə kişi desə olar kişi. Əmirəl-Müminin bir dənə dəyər versə olar dəyərli və fəzilətdir. Ki, tarixin kişilərindən biri də həmən o Səiddir. Muxtarın əmisi, Mədainin valisi. Bu, ələ düşən fəzilət deyil də, bunlar barmaq sayı adamlardır. Malikəşlərdir ki, Həzrət Əleyhisselam deyir, Malikin mənə olan nisbəti mənim Peyğəmbərə olan nisbətimdir. Mən Rəsulullaha nə qədər lazım idimsə, Malik mənə o qədər lazımdır. Bu Malik üçün dəyərdir. Bizim Malik yaxşı kişidir deməyimiz onun fəzilətinə bir şey artırmaz. Bunun fəziləti budur ki, kişilərin şahı bunu tərifləyir. İnsanlığın baş tacı bunu tərifləyir. Onda malik olur dəyərli. Onda malik olur dəyərli. Deyirlər, Muxtar çox bilmiş idi, Muxtar zirək idi, Muxtar çox siyasətçil adam idi. Hə, bunlar hamısı sözdür. Muxtarın çox bilmişliyi və zirəkliyini təsdiqləyən bir dənə söz var, o da Əmirəl-Müminin ağanın dediyi sözdür. Yəni, o Muxtara dəyər verir. Bizim Muxtarın çox bilmişliyinə bax, Əbdullah ibn Zübeyri Məkkədə öz formasından 5-6 nəfərə geyindirib gör necə fırlatdı deməyimizlə Muxtara bir fəzilət verə bilmərik biz. Bunlar Muxtar üçün elə belə şeydir.
Deyirlər, Muxtar balaca uşaq idi. Küfədə Həzrət Əmir əleyhissalam küçə ilə keçirdi. Muxtar da uşaqlarla oynayırdı. Həzrət Muxtarın yanına çatanda dayandı. Əlin çəkdi başına, dedi, ya bu nə ya, əntə kəyyiz. Oğlum, sən çox zirək uşaqsan. Muxtar oldu Muxtar. Həzrət Əlidən başına əl çəkdi. Özdə qeydin bu, dedi, sən zirək uşaqsan. Oldu Muxtar. Yoxsa biz, ay Muxtar belədir, ay Muxtar atın üstündən tullandı, bunlar bir şey eləməz Muxtar. Böyücü buna sözdür.